New Yorkda həftə sonu qeydə alınan tarixi qar fırtınasından sonra şəhər rəhbərliyi qalan qarın təmizlənməsi üçün qeyri-ənənəvi üsula müraciət edib. Bölgə TV xəbər verir ki, sıfırdan aşağı olan temperatur qarın təbii şəkildə əriməsinə imkan vermədiyi üçün nəhəng qar əritmə sistemləri işə salınıb. Belə ki, yol kənarlarında və səkilərdə yığılan qar piyadalar və sürücülər üçün təhlükə yaratdığından şəhər növbəti mümkün fırtınadan əvvəl zamanla yarışır. Şəhər administrasiyası saatda 60-120 tona qədər qar ərdə bilən xüsusi maşınlardan istifadə edir. Danışıq dilində qar vannaları adlandırılan bu sistemlərdə yük maşınları ilə daşınan qar su ilə doldurulmuş quruqlara boşaldaraq sürətlə əridilir. Ərimə zamanı yarına sıx buxar quruqlara jakuziyə bənzər görüntü versə də, sistemdəki suyun temperaturu cəmi 3 dərəcə səviyyəsində saxlanılır. Ərimə prosesindən sonra su süzülərək yağış suları üçün nəzərdə tutulan drenaj kanallarına axıdılır. Məqsəd qar yığılmasının şəhər həyatını uzun müddət iflic etməsinin qarşısını almaqdır. Əməliyyata 2500-dən çox işçi cəlb olunub və işlər fasiləsiz aparılır. New York şəhər təmizlik xidmətlərinin rəsmisi Javier Lojan bildirib ki, əsas prioritet ictimai nəqliyyatın, xüsusilə avtobus marşrutlarının işlək vəziyyətdə saxlanılmasıdır. Qeyd edək ki, Şimali Amerikanın digər şəhərlərində və hava limanlarında tətbiq olunan bu sistemlər New Yorkda sonuncu dəfə 2021-ci ildə bu miqyasda istifadə edilmişdi. Rəna Rövşənqızı, Bölgə TV.